Müsəlman ölkələrində inkişaf olmaz. İslam dini ümumiyyətlə inkişafa qarşıdır. Elon Musklar, Bill Gateslər, Google'lar, Facebook'lar yalnız inkişaf etmiş qərb cəmiyyətlərində yarana bilər. Girdi də Amerika İraqa. Nə oldu axırı? Bir dəqiqə. İraq? Elə burada dayanaq. Mən özüm tarixnadır kitabı yazdım. Məhz İraqda, daha doğrusu onun müasir paytaxtı Bağdadda elm və mədəniyyət çiçəkləndiyi zaman Avropada insanlar taundan, vəbadan kütləvi şəkildə ölür. İncilə cüzi ziddiyyət təşkil edən fikirlərə görə insanlar tonqallarda yandırılır. Sağ qalanlar isə, bəli, bu da mif deyil, aylarla, hətta illərlə çinməməkdən iy verib iylənirdilər. İslamın qızıl dövrü adlanan dövr 8-ci, 13-cü əsrlər arası Abbasilər dönəmində Sultan Harun Ər-Rəşidin təşəbbüsü ilə tikilən Beytül Hikmə, yəni Hikmət evinin qurulması ilə başlayır. 750-ci ildə inqilab yolu ilə millətçi Əməvilər sülaləsini devirərək hakimiyyətə gələn Abbasilər sülaləsi xilafəti ərəb millətçi ölkəsindən daha beynəlmiləl və zamanı üçün ultra müasir bir dövlətə çevirirlər. O zaman xilafət ərazisi qərbdə Şimali Afrikadan bu yana bütün Ərəb yarımadası, Yaxın Şərq, Şərqi Anadolu, Qafqaz, Mərkəzi Asiya ta Hindistan sərhədlərinə qədər uzanırdı. Beləliklə ərəblər qədim Fars, Yunan və Hind mədəniyyətləri ilə tanış olmuşdular. İndi qalırdı bu mədəniyyəti ya məhv eləmək, ya da mənimsəmək. Abbasilər ikinci yolu seçdilər və ixtiyarlarında olan bütün yazılı ədəbiyyatı ərəb dilinə tərcümə etməyə başladılar. Daha əvvəl bəhs etdiyim Beytül Hikmənin əsas işi də elə bundan ibarət idi. Bu müəssisəni bəzən İlk Elmlər Akademiyası da adlandırırlar. Yer gəlmişkən onu da deyim ki, qərbdə İlk Elmlər Akademiyası Beytül Hikmədən təqribən 700 il sonra yaranacaqdı. Burada bir incə məqama da toxunmaq lazımdır. İş orasındadır ki, müasir dünyavi elm və fəlsəfə qırılmaz şəkildə antik Yunan mədəniyyəti ilə bağlıdır. Çoxumuzun adını dəfələrlə eşitdiyimiz Sokrat, onun tələbəsi Platon və onun yetişdirməsi Aristotel və başqa antik dönəm filosofları qədim Yunan alimləri idi. Onların mədəniyyəti xristianlıqdan əvvəlki paqanist, çox ilahlı inanc sisteminə bağlı idi. Roma imperiyasında isə 8-ci əsrdə artıq xristianlıq dövlət dini olaraq oturuşmuşdu. Xristianlığın rolu artdıqca Ellenistik Yunan fəlsəfəsinin önəmi azalmağa doğru gedirdi. Yunan dilini tədricən Latın dili, daha dünyavi antik fəlsəfəsini isə dogmatik xristian dünya görüşü əvəzləyirdi. Roma imperiyasında antik mətnlər ya bilərəkdən, ya da baxımsızlıqdan məhv olub gedirdi. Abbasi xilafəti isə Romanın rəqibi və zaman-zaman düşməni kimi çıxış edirdi. Ona görə də Yunan mədəni irsinə sahib çıxır və bir növ Romalılara inad bu mədəniyyəti mənimsəməyə başlayır. Hind rəqəmlərini modifikasiya edən və sıfır anlayışını formalaşdıran Əl-Xarəzmi elmə indi də istifadə etdiyimiz rəqəmlər sistemini bəxş edir. Ümumiyyətlə alqoritm sözü Əl-Xarəzmi sözünün qərb adaptasiyasından başqa bir şey deyil. Algebra sözü isə Əl-Cəbr sözündən gəlmədi. Çünki hesab elmi olan cəbr də Abbasilər dönəmində yaranmışdı. 17-ci əsrə qədər Avropa universitetlərində tibbi öyrədən əsas kitab olan Əl-Qanun kitabı isə 10-11-ci əsrdə yaşamış İbn Sinanın qələminə məxsusdur. Amma İbn Sina yalnız təbib deyildi. O həm də böyük filosof idi. Onun uçan adam fəlsəfi konsepsiyası René Descartes-dan 600 il əvvəl insan və onun hissləri problemini anlamağa çalışırdı. Bundan başqa Əl-Rüşdi, Fərabi, Əl-Biruni və onlarla başqa dönəm alimləri günümüzə qədər gəlib çıxmış qərb elminin inkişafı və antik dönəm sivilizasiyası ilə əlaqələrinin qırılmaması üçün əvəzolunmaz töhfələr vermişdilər. İslamın qızıl dövrü bu minvalla 14-cü əsrə kimi davam etdi. Təsadüfi deyil ki, elə təqribən 14-cü əsrdə İtaliyada formalaşmağa başlayan və qaranlıq orta əsrlərə son qoyan Renesans, Avropa intibahı dönəmi İslamın qızıl dövründən çox ilhamlanmışdı. Bəs bu zəngin İslam sivilizasiyası niyə davam etmədi? Niyə İslam dünyası bundan sonra geri qalmağa başladı? Bu barədə bir başqa videoda. Dostlar, danışdığım mövzuları çox vaxt bir neçə dəqiqəlik qısa reel formatına sığışdırmaq çox çətin olur. Daha uzun videolar üçün isə gərək daha geniş auditoriyamız olsun. Ona görə də xahiş edirəm ki, danışdıqlarım maraqlı gəlirsə, videoları bəyənin, şərh yazın və paylaşın. Xüsusən də YouTube kanalımızın inkişafı çox önəmlidir. Ona görə də izah bölməsində yerləşdirdiyim YouTube kanalımıza da abunə olmağı və paylaşmağı unutmayın ki, bir yerdə inkişaf edək. Diqqətinizə görə minnətdaram.